Əl-Vahhab isminin mənasını. Necə? Yəni Əl-Vahhab isminin mənası nədir? Əl-Vahhab Allahın gözəl adlarından biridir. Necədir ayədə? İnnəkə əntəl-Vahhab. Həqiqətən sən Vahhabsan. Vahhab Rəbbimizin, Allahın gözəl adlarından biridir. Qur'anda varid olub. İnnəkə əntəl-Vahhab. Sən həqiqətən Vahhabsan. Vahhab mənası, şək yoxdur ki, Allah Vahhabdır. Mənası çoxlu əta edən, geniş bəxş edən deməkdir. Nə başa düşdünüz? Vahhab. Subhanallah. Əta edən yox. Çoxlu, kəsiran, çoxlu əta edəndir. Geniş bəxş edəndir Allah subhanahu və teala. Geniş, vasi. Vahhab mənası budur. Baxın qardaşım. Uvaddihu əksar. Mülk kimin əlindədir? Xəzinə. Allahın. Allah subhanahu və teala, Vahhab olan Allah, öz mülkündən, öz xəzinəsindən bəndələrinə istədiyi qədər vahab edir, bəxşiş edir, bəxş edir, əta edir. Vahhabdır Allah subhanahu və teala. Ruzi, övlad və s. Mal, var dövlət, hər şey. Bax qardaşım, sənin üzərində bu dünyada istər dini xeyirlər, Emil, dini xeyirlər, istər dünyavi xeyirlər, istər uxravi xeyirlər nə olacaqsa, onu bəxş edən, Vahhab olan Allahdır subhanahu və teala. Mənası başa düşüldü? Ona görə İmam Xattabi, rahiməhullah, Allahın Əl-Vahhab ismi barəsində deyir ki, o şərh edib, Allahın bütün adlarının mənasını deyir ki, Vahhab müqabilsiz verəndir. Hə, əvəzsiz. Verir, tələb etmir səndən heç nə. Verib istəmir. Müqabilsiz, əvəzsiz bəxş edəndir Allah subhanahu və teala. O, İbrahim Peyğəmbər haqqında nə deyir Allah? Və vahhabnə ləhu İshaqa və Yaqub. Biz ona Yaqubu və İshaqı vahhabnə bəxş etdik. Subhanallah, bəxş etdik. Özümüzdən lütf olaraq, fəzilət olaraq. Davud Peyğəmbər haqqında nə deyir? Və vahhabnə li Davudə Süleyman. Biz Davuda Süleymanı verdik. Hə, vahhabnə bəxş etdik. O Zəkəriyyə Peyğəmbər necə deyir, Emil? Və Zəkəriyyə iz nədə Rabbəhu Rabbi lə təzərni fərdən və əntə xeyrul varisin. Allah Teala nə cavab verir? Və vahhabnə ləhu fəstəcəbnə ləhu və vahhabnə ləhu Yəhyə. Biz ona Yəhyəni bəxş etdik. Yəhyəni bəxş etdik. Biz onun duasına cavab verdik. Yəni, Zəkəriyyə aleyhissalam Allaha dua etdi ki, Allahım məni tək buraxma və əntə xeyrul varisin. Allah Teala deyir ki, biz onun duasına cavab verdik və ona vahb etdik. Bəxş etdik Yəhyəni. Yəni, hər bir halda Allah subhanahu və teala vahhabdır, şək yoxdur. Bu qədər nemətlər bəxş edib. O, necə də ayə? Yəhəbu limən yəşəu. Allah istədiyinə qız övladı, yəhəb, vahab bəxş edir. İstədiyinə oğlan övladı, oğul uşağı, qız uşağı. İstədiyinə bəxş edir Allah subhanahu və teala. İstəyir buna qız, istəyir buna oğlan verir. Vahhabdır subhanahu və teala. Vahhab ismi mənası başa düşüldü? Tayyib.